Salam dostlar, bu gündə mən çox ciddi bir konu haqqında danışmaq istəyirəm. O konulardan ki, bizim xalqımızın milli demokratik hərəkatında ən önəmli və çox ciddi rol oynayan bir konudur. O da Türk milli demokratik hərəkatı sosializm ya nasyonalizm hangisi? Əvvəl bir bu haqda yanlış təsəvvürü izah edim. Ondan sonra bu iki baxış açısını, fərqlərini və onun sonuçlarını və sonunda yeni və modern tarixdə misallarını sizə gətirim. Yanlış təsəvvür budur ki, bəziləri düşünürlər ki, milli azadlıq hərəkatı nasyonalizm ilə bir mənadadır. Güya üçün biz milli azadlıq mübarizəsindəyik. Bu aşamada əsasən nasyonalizmə dayanaraq milli azadlıq hərəkatı qabağa aparmalıdır. Amma gerçək bu deyil. Milli azadlıq bir stratejidir. Necə ki azadlığa mücadilə bir stratejidir, milli azadlığa mücadilədə bir stratejidir. Məsələn, dövləti olan millətlər, deyək Türkiyədə, deyək İranda, deyək başqa ölkələrdə, orada millət azadlıq üçün, toplumun demokratikləşməsi üçün çalışır. Amma millətləri ki, halən milli azadlığa çatmayıblar və milli müqəddəratını təyin etməyiblər, onların mübarizə aşaması, mübarizə mərhələsi milli azadlıq mərhələsindədir. Bu bir stratejidir. Milli azadlıq hərəkatı bir zərurətdən qaynaqlanır. Toplumda olan düşüncə sahibləri, siyasi fəallar baxırlar ki, bu Azərbaycanda ya İranda türk toplumu halən milli haqların ya milli azadlıq haqlarını əldə etməyib. Deyək ki, türklər İranda milli müqəddəratını təyin etməyiblər. Bu millətlər zərurət əsasında bu aşamada birinci mərhələdə milli azadlıq mücadiləsi aparmalıdırlar. Devlət qurana qədər. Çünki bəzi şeylər devlət qurulandan sonra əsasən olur. Qadınlara haqq qail olma, təbəqati fasilələri azaltma, dünyada sülh üçün çalışma, şeylərdir ki, devlət qurulandan sonra onlara daha güclü formada çalışmaq olur. Buna görə bizim millətimizin bu aşamada stratejisi bir əsir millət kimi yaşamasına görə milli azadlıq mücadiləsidir. Və bu milli azadlıq mübarizə üçündür ki, milli azadlıq hərəkatı formalaşmışdır. Dövlət qurulandan sonra milli azadlıq mücadiləsinin sırası bitmişdir və ondan sonra mücadilə dövlətin demokratikləşməsidir. Bu milli demokratik mücadiləni məqsədə çatdırmaq üçün fərqli yollar var. O fərqli yollar biri nasyonalizmidir, biri isə sosializmidir. Sosialistlərin içində də yumuşaq model sosializm ola bilər, liberal sosializm ola bilər, demokratik sosializm ola bilər. Onun aşırı modeli komünistlər də ola bilərlər ki, onlar da ideolojik dövlət qurmaq istəyirlər və nasyonalistlərin də qurduğu bir acı təcrübələr tariximizdə vardır. Yəni ən aşırısı Hitlerin Almanında və ya Mussolinin İtaliyasında gerçəkləşmişdir. Bizim sözümüz bugün sosializm ilə millətçiliyin ya nasyonalizmin fərqlərindən danışacağıq. Bəziləri düşünürlər ki, dövlət qurulana qədər nasyonalist olmalıyıq və ondan sonra dövlət qurulandan sonra eləyə bilərik sosialist ya sosial-demokrat olaq və modern proqramla dövlət aparaq. Bu yanlış bir düşüncədir. Əgərsə bir sosial-demokratik ya sosialisti və ya bir modern demokratik dövlət qururuqsa, bugündən modern idələr əsasında təbliğ eləməliyik. Bir sosialisti, bir sosial-demokratik düşüncə əsasında topluma kültür, mədəniyyət, dil, düşüncə tərzi yaratmalıyıq. Əgərsə biz bugündən nasyonalisti modellə, baxın nasyonalizmə, üstünlük başqa millətlərdə, başqa millətlərə qarşı nifrət yağdırmaq, intiqam kültürün yaymaq, nifrət kültürün yaymaq, olumsuz bu düşüncə və idələri aparma ilə necə bir milli azadlıq hərəkatı sonuca vara bilir. Amma düşünürsünüz,
bir demokratik sosialisti idenin əsasında, yəni bir olumlu formada, rasyonal, əqlani düşüncə əsasında gediləcək. Toplumda bərabərliyə düşünəcək. Bu bərabərliyə düşünmə və bərabərliyi qurmaya bir kültür, mədəniyyət, idə və dil yaratmalısan. Bu bərabərliyin qarşısında nasionalizmlər dünyanın hər ölkəsinə baxarsınız, ən geriyə qalmış qüvvələr, ziddi demokratik qüvvələr, diqqət edin, ən sağ qüvvələr kimə xidmət edərlər? Kapitalistlərə, güc sahiblərinə. Dünyanın hər yerində baxın, nasionalistlər kimlərə xidmət edir və demokrat sosialistlər kimlərə xidmət edir. Demokratik sosializm xalqın, zəhmətkeşin, umum xalqın, zəhmət adamlarının, əməklilərin, qadınların, uşaqların çıxarım mənafeyini düşünəndə nasionalistlər baxın dünyanın hər yerində necə düşünürlər. Hərəkatımızın uğur qazanması üçün milləti özümüzə cəlb etməyimiz lazımdır. Başqa millətləri bizim millətimizə nisbət və ya başqa millətləri bizim hərəkatımıza nisbət bir müsbət atmosferi yaratmağımız lazımdır. Başqa millətlər bizə baxanda orada olumsuz, mənfi və negativ nifrət, kinə, əsəbiyyət görməməlidirlər. Həm də başqa millətlər bizdən ara açar. Ədalətpərvərlik sahəsində, başqa millətlərlə dostluq sahəsində qadınlara müsbət baxış, təbəqati fasiləni azaltma, diqqət edin. Sosialisti baxışda təbəqati fasiləni azaltmada millətimizin geniş vazlı hərəkatımıza tərəf cəlb eləyir, amma nasionalisti baxışdan. Ona görə yanlış anlamayalım ki, milli demokratik hərəkatı bir stratejidir. Ona yetişmək yol ya sosialisti düşüncə əsasında, ya nasionalisti düşüncə əsasındadır. Bugün nasionalizmə və millətçiliyə tənqid olunan bu açıdandır. Və hətta deyərəm, bugün hərəkatımızın içində qatqısı cəmiyyətin az olması və hətta bəzi sahələrdə belə geriyə oturması. Baxın, Avropada vəziyyətə gerçəyi görməyimiz lazımdır. Məncə hətta bugün bizim hərəkatımızda negativ təsiri, etkisi olan ən mühüm şeylərdən nasionalisti düşüncədir. Çünki onun içində şiddət, onun içində əsəbiyyət və bu vasitə ilə millətimizin və bu hərəkatımızın gücü gündən-günə azalır. Ona görə bizim hərəkatımız irəli getmək istərsə, pozitiv idələrə dayanmalıdır. Çəkici və cəzzab idələrə dayanmalıdır. Zəhmətkeşlərin, əmək adamlarının, hətta əlillərin, qadınların ən önəmlisi, uşaqların mənafeyi, təbəqati fasilə aradan geçsin. Ədalətpərvər düşüncə və Azərbaycanda bir demokratik hakimiyyətinin qurulmasına zəmin yaratma. Bunların hamısına nasionalisti baxışdan baxarsan, hamısı negativ etkinin içində olur. İndi baxaq bizim bir tariximizə. Azərbaycan Cumhuriyyətinin tarixinə baxanda Məmməd Əmin Rəsulzadə və onun dostları milli azadlıq mücadiləsi aparırdılar Rus imperiyasının qarşısında. Bu mücadiləni nasionalistlər aparmadı. Sosialist Məhəmməd Əmin Rəsulzadə və dostları apardılar və uğur qazandılar və Azərbaycan dövlətin o idənin əsasında qurdular və bir modern dövlətdə qurdular. Baxarsan Türkiyənin yeni tarixində Türkiyədə xarici güclərin və dövlətlərin vasitəsilə işğal olunmuş. Mustafa Kemal Paşa və dostları o mücadiləni aparırdılar. Orada da milli azadlıq mücadiləsi gedirdi və işğaldan Türkiyəni qurtarmaq üçün savaşırdılar. Kimlər o milli azadlıq mücadiləsi qabağa apardı Türkiyədə? Millətçilərmi, nasionalistlərmi, yoxsa sosial-demokrat Mustafa Kemal Paşa və dostları? Bizim özümüzə geri qeydəndə, yəni Azərbaycanın tarixində milli hökumətin qurulması 1945-də rəhbərlərimiz nasionalistdilər ya sosialist. Baxırıq görür ki, bu milli azadlıq mücadiləsi və milli hökumətin qurulması Azərbaycanda, İranda da yenə də sosialistlərin vasitəsilə binası qoyulub və qurulubdur. Yəni bizim modern tarixdə ata-babalarımızın getdiyi yol və qurduğu dövlətlər hamısı sosialistlərin vasitəsilə qurulub. Heç biri nasionalistlərin vasitəsilə qurulmayıbdır. Yalnız 2-ci Cumhuriyyət qurulanda Elçi bəy nasionalist icraçilər var. Sağlam insan, düzgün insan, ölkəsində çalışan insan. Amma yalnız bir yanlışlığı var. O bir yanlışlığı nədir? Onun nasionalist olması. O millətçi baxış açısından çıxan idələr, düşüncələr, proqramlar, onlar həm Azərbaycanda demokrat dövlətin güc üstə qalmasını imkansız elədi, həm də hətta deyərəm bizə etkisi bugün negativdir. Bütövlük məfkurəsi bizimkilərin arasında halən dolanır. Yəni bu idə ki, güya bizimkilər buranı qopardacaqlar, yapışdıracaqlar ora. Bizimkilər düşünmürlər ki, 2-ci Cumhuriyyət Azərbaycanda qurulanda 70 ildən çox federalisti tarixin arxasına dayanaraq 2-ci Cumhuriyyət qurulur. Bizimkilər həman idənin qopusunu götürüb burada istiqlaliyyət deyil yalnız. Ondan daha pis. Yəni buradan qopardıb oraya yapışdıracağıq deyə. Yəni iki əməliyyatdır. Bir İrandan qoparacaq, bir də Azərbaycan Cumhuriyyətinin bugün bitirir. Orada da bir devrim lazımdır ki, qəbul etsin ki, bura oraya yapışsın. Yəni gerçək bir idə deyil. Bu günün məsələsi deyil.
deyil. Əgərsə iki Azərbaycan bir olacaqsa gələcəkdə bu demokratik yollarla olmalıdır. Bizim hərəkatımız bu aşamada milli azadlıq uğrunda çalışmadır. Bir stratejisi budur. Devlət qurmaq amacındadır. Bu devlət bir federativ devlət olmalıdır. İran siyasi coğrafiyasında hüquq qazanmalıdır. Sınırları bəlli olmalıdır. Bayrağı bəlli olmalıdır. Dili bəlli olmalıdır. Mövqeyiyyət qazanmalıdır. İranın mərkəz dövlətində rol oynamalıdır. Çünki o İran mərkəzi dövlətində bu hərəkəti rol oynamasa, mərkəzi buraxsa, o mərkəz güclənsə gəlib 1946-da gələn başımıza oyunu yenə də gətirə bilər. Ona görə biz İran çapında milli azadlıq hərəkatını aparmalıyıq. Yalnız Güney Azərbaycanda yox. Bu çox yanlışdır ki, biz İranın dövləti mərkəzisinin quruluşunda rol oynamayaq və Tehranda olan milyonlar türkün, İranın başqa bölgələrində yaşayan milyonlar türk insanını gözümüzü yumaq və İranın dövləti mərkəzisinin quruluşuna göz yumaq, bu mərkəzdə gücü toplayıb bizim başımıza açılan oyunu bir də açsın. Buna diqqət eləməliyik. Sonuç milli azadlıq mübarizəsindəyik. Milli müqəddəratımızı təyin etmək üçün hansı ideyə dayanmaqla getməliyik? Sosialist izlədiciliyinə dayanmaq getməliyik. Çəkici, cəzzab və ümumi xalqın çıxarlarını nəzərə tutaraq getməliyik və o idələrdən ki, millətçi idəsi o cümlədəndir. Qaçırdan, nifrət yağdıran, əsəbiyyətə qapsanan ara açmalıyıq və atalarımız, yeni atalarımız kimin? Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kemal Paşa və Pişəvəri kimin? Onlar necə gediblər bu yolu? Biz də o yolu getməliyik. Modern və düzgün yoldur. Gələcək Güney Azərbaycanımızda millətimizə bir uğurlu və demokratik dövlətin yaranmasına bu gündən zəmin yaratmalıyıq. Məni dinlədiyiniz üçün sağ olun.